hörmətli prezidentimiz, əzizimiz, hörmətli Ali Başkomandan, hörmətli Baş Prokuror Kamran Əliyev, Korrupsiyaya qarşı Prokurorluq İdarəsinin rəisinə. Demək, 2 ay bundan əvvəl Orxan İbrahimov İcra Hakimiyyəti müavini, Şirvanşəhər İcra Hakimiyyəti müavininin atasının obyektində 8 dənə şam ağacı, böyük, uzun 30 ilin şam ağacı Çıraq Petrolun arxa tərəfindən özlərinə yol çəkdilər. Özlərinin qabağında onların obyektləri var, böyük sahibkarlıq var, amma arxa tərəfə də vəzifəsindən istifadə edərək, Surisə. Yəni, İcra Hakimiyyətinin müavinidir, yəni bu nə istəsə onu eləyə bilər. Şam ağacı, gənə deyirəm, 8 dənə şam ağacını kəsib oranı betonlatdılar. Ulu öndərim, mən həmişə bunu çıxışlarımda deyirəm, 2 ay bundan qabaq da deyirdim. O kəsilən ağaclar mənim deyir, balalarımın qolunu kəsmək, mənim başımı kəsmək deməkdir. Ay, cənab İlham Əliyev cənabları, bunu ulu öndər, tarixi şəxsiyyət, elə bir bunu atalar sözü kimi deyib ömrü ilə. Və bu nətər ola bilər? İcra Hakimiyyəti Orxan İbrahimov vəzifə səlahiyyətindən istifadə edərək. Onu sadə adamlar onu eləyə bilməz, qəti. Ekologiya İdarəsi bunun haqqında böyük cərimə yazdı. Şirvan şəhər məhkəməsi bunu təsdiq elədi. Apellyasiyada bu məsələni ləğv elədi. Niyə? Bax, niyə? Səbəb niyə? Güya sənəd alıblar ki, Kənd Sərfatı Nazirliyinin aqronomuna ki, xəstələndi ağaclar. Düz oradan ora 500 metrədir. Çıraq Petrolun svetoforu yəni ora. Bunların varatasının qabağında olan 8 ağac kəsildi. Və bu yaxınlarda təzədən mən ekologiya İdarəsinə gedmişəm. Onların binasının altında orada var, sənədləşdiriblər. Onu da göndəriblər yoxlamağa, prokurorluğa ya icra hakimiyyətinə. Orada da böyük razmerli şam ağacları yulğunluğun arasında orada da təsadüfən orada gördüm. O birinci məsələ həllini tapmamış bunu elədilər. Dünən 6-cı gün demək, mənə xəbər belə ki, varata açıldı. Varata da uzun illərdir orada düzəlmişdi, qabağından hasarlanmışdı. İndi çəkiliş eləmişik. Hələ onun şkaturu elə qurumayıb. Bugün listəyizlənə orada çəkiliş elədik. Bu nə deməkdir? Bunu hara yazmaq olar, cənab Ali Başkomanda? Bu Şirvan şəhərində bu at oynadır. Bunun qabağına dur deyən yoxdur. Kimdir? Kim buna dur deyən? Azərbaycan qanunlarını pozur. Azərbaycan qanunlarına boyun əymir. 8 dənə ağacı, 30 ilin ağacını kəskinə orada, yalan olmasın orada 500 dənə ağacı var. Düz bunların varatasının qabağında 8 ağac xəstələndi güya və kəsildi. O kəsilən ağacın yerinə ağac əkilməlidir. Ekologiya Nazirinin əvəz eləyən, ay hörmətli icra başçısı, o kəsilən ağaca, bax bu kişi rəhmətli dedi, kəsilən ağac qollarım kəsir, balalarım başın kəsir, balalarımın başın kəsir. Niyə ona baxılmır? Dünəndən o varata açıldı. Ora ağac əkilməli idi, 8 dənə ağac əkilməli, o beton yığışdırılmalıydı oradan. Yığışdırılmır, indi çəkiliş eləmişik. Naborod, heç nə, millət necə taracı olsun, ay böyük sabir. Ora açılıb, oradan yol açmaq da düzgündür. Avtomobil şeylərindən icazəsi var o, aynadan icazəsi var, Fövqəladə Hallar Nazirliyindən icazəsi var və o yoxlansın. Memarlıq layihə institusundan icazəsi var onu. Memarlıq icazə verir. Kim icazə verib oraya? Ən təhlükəli yerdir. Oradan maşın nətər ortada çıxa bilər? Onu yoxlasınlar da. Yoxlansın ora. Rəylər var. Yollar Nazirinin ayna deyilir də. Ayna ona icazə verib. Fövqəladə verib. Qeyri-Respublika verib. Heç bir memarlıq verib. Layihə institusu verib. Ən təhlükəli də orada. Uzun maşınlar çıxmalıdır. Softtrans maşınlar oradan yük gəlib, yük gedməlidir. O 1 saat yol bağlanıb qalacaq. Bax, buna kimə deyək dərdimizi? Bunun vəzifəsi var, titulu var, zəngi var, o 4 nömrə telefonu var. Onda biz nə varıq? Mən onda mənə boyda saqqal 68 yaşım var, qatı idarəçi. Bunun haqqında İlham Əliyevi dəstəkləyən kişi, İlham Əliyevdən ötürü mən canımı fəda verirəm, ay kişi. Mənə nə qədər kəfintilər gəlir ondan haqqı. Gör, mənə, sən nəyə görə qatı idarəçisən? Bu sözlər mənə deyilir, bunu bilir xalq, mən də burada təkrar eləmirəm. Sən nə verdi o İlham Əliyevlə Heydər Əliyev? Mənə həyat verib, mənə kişilik verib, qeyrət verib, mənə yaşıl işıq verib. İndi bunun haqqında da tədbirimə, indi haray səsimə, sos signalıma reaksiya veriləcək. Sən vəzifəsi ilə dördü oturmuşsan o icra hakimiyyətində nə istəyirsən eləyirsən. Olmaz belə şeylər, olmaz. Bunun haqqında tədbir görülməlidir. Cənab Ali Başkomandan, dünya liderlərinin lideri,
Amerikada getdin, bütün qələbəmizi qazandın. Bütün qələbə Zəngəzuri kim aça bilərdi? Heç kim. Amma nə qədər eləyərlər xeyir yol açılmalıdır. 9-7 hamısı yerini bərpa olundu. Eşq olsun sizə. Amma bu məsələdə ciddi olmalıyıq. Bu məsələni laqeyd baxmaq olmaz. Onda elə hamı gəlsin soyqırım. Ekologiya soyqırımı deyil bu. Ekologiya soyqırımı. Yəni bunların rəhbəri prezident əbatına gəlib yoxlamırlar. Niyə? Niyə? Vəzifəsi var. Gələni yola salıb gedəcək. Olmaz belə şeylər. Bunu tədbirin görmək lazımdır. Haray səsimi, sos siqnalımı qaldırıram. Bu Şirvanda Orxan İbrahimov nə istəyir eləməlidir? Nə deməkdir bu? Vəzifə səlahiyyətlərini aşmaq. Cənab Prezident bütün çıxışlarını da qoyacaq. Məmur vəzifə səlahiyyətindən çıxa bilmə çıxar, onun haqqında ciddi tədbir görər. Ona görə xahiş edirəm, bu haqqında ciddi tədbir görürsün. Minnətdaram sizə. Çox əsəbləşmişəm, çox narahat oldum o məsələlər. Mən dedim, onun yerinə ağaclar əkiləcək, ora bərpa olacaq. Hayflar olsun, hayflar olsun. Amma Cənab Prezident var, Allah ona ömür versin. Baş prokuror Kamran Əliyev var, ona hamısını Ekologiya Nazirinin əvəz eləyən nazir. Burada səsini qaldırır, 3 nömrəli sayılı. Düzdür, bunlar işləyir. Mən də bilirəm, bunlara da təsir olur. İcra hakimdə, bu icra hakimiyyətinin səlahiyyəti var da, zənglər, şəxsi münasibət saat eləyirlər. Amma eləməməlidirlər, tədbirin görməlidirlər. Birinci etapda bu qələbə çaldı ya prezidentinə. İndi bu qələbə çala bilməz prezidentinə. Oldu. Sağ ol cənab prezident, minnətdaram. İnanıram ki, bu məsələ öz müsbət həllini tapacaq, qapı varata bağlanacaq, orada kəsilən 8 ağac da yerində əkiləcək və rəsmi izahat alınacaq. Salam, hər vaxtınız xeyir olsun. Cənab Ali Başkomandan Dəmir Yumruq, Şirvan şəhərindən qatı idarəçi, 91-ci ildə Ulu Öndər ideyaları yaşayan Yeni Şirvan Info saytının baş redaktörü İctimai Fəal Qurmaqan Dəmirov müraciət edir. Demək, bu ağaclar güya yanıb, sulanmır. Bu ağaclar qəti sulanmır. Qəti bu ağaclar çıraq petrolun yanından başlayır, gedir bu ağaclar. Baxın, yanıb. Bunu kəsilməyir. Yavaş-yavaş gedək qabağa. Demək, 2 ay bundan qabaq burada 8 dənə böyük ağac kəsildi. Orxan İbrahimovun Şirvan şəhər icra hakimiyyətinin müavininin atasının obyektidir. 8 dənə ağac kəsildi burada. Demək, ekologiya, sosial ekologiya onu cərimə yazdı. Cərimə Şirvan şəhər məhkəməsində təsdiqini tapdı. Amma bunların imkanları böyükdür, vəzifə sahibidir. Ona görə bu apellyasiyada bu cərimə ləğv olundu. Dəhşət faciə budur. Güya xəstəlik olub, xəstəlik kağızı ilə bu kəsildi bunlar. Xəstəlik kağızı nətər olur? Düzdür, bunların obyektlərinin qabağında 8 dənə ağacı kəsir. Bu ağaclar heç biri kəsilmədi, dəmir yola gedir. İmindi bunların zaborlarının qabağında böyük softtrans maşınlar bunların şəxsi əmlakidir. Buradan yol açdılar. Görün nə boyda nəhəng ağaclar var, buna baxın, görün nə boyda ağaclar. İmindi bunların varataların qabağında bu ağac kəsildi. Üstündən bir ay keçmiş aşağıda ekologiyada deyək, o güya sənədləşdirib. Buna bax, orada da böyük ağaclar kəsilir. Bunların çəpərləri budur. 2 dənə bura, bu ağac kəsilibsə yerin ağac kəsilməlidir. Cənab Prezident. Rəhmətli Ulu Öndər deyirdi, kəsilən ağaclar mənim qollarımdır. Kəsilən ağaclar deyir, balalarımın başını kəsilir. Budur. Həmən ağac budur. Görürsən? Görürsən? Burada 2 dənə balaca ağac kəsildi, gətirdi, qoyuldu bura. Buna bax. Buna bax. Görürsünüz? Dəhşət. Buna bax. Görürsünüz? Təzə. Bizə bura çəkildi. Görürsünüz? Buna bax. Təmtəzə. Buna bax. Qurumuyub. Şükatur qurumuyub. Görsən. Görsən. Kəsilən ağaca bax. Bax, görün ağac gətirdi. 8 dənə. 2 dənə balaca ağac gətirdilər, qoydular bura. Görürsünüz. Varatanı açdı. Varata hazır imiş. Bir dənə çöldən kəsdi. Şükaturu da qurumuyub. Bax, görsən, şükaturu qurulmayıb. Ay hörmətli cənab prezident. Bax, icra hakimiyyətinin müavinidir. Orxan İbrahimov, onun atasının obyektidir. Bu nətər ola bilər? Bu ağaclar kəsilir, varata da açılır.
Bunu kimə demək olar? Nə deməkdir bu? Hansı qanundur? Görürsünüz? Bax, peşoxod diyorlar. Orada da ağaclar kəsilmişdi o vaxtı. Demişdim, onu da göstərmişdim. Görürsünüz? Bir dənə yerdə kəsilmir. Düz də bunların var atalarının ağzında. Ancaq burada kəsilməlidir. Buradakı ağaclar gör xəstəymiş. Xəstəlik. Bax, budur fakt. Bax, cənab prezident, buna cavab versin Orxan İbrahimov. Bax, budur faktlar. Hələ orada da nə qədər ağaclar kəsilib, ekologiya idarəsi. Bax, daha gör nə boyda ağaclar kəsildi. Kəsilən ağaclar deyir, qollarımdır. Bax, gəldim. 2 ay buna bax. Onun yerində ağac əkilməli idi. Bunun yolu var, otaydan geçsin yolu var. Buradan yol, əlavə yol. Niyə asılmalıdır bu trasa? Niyə? Niyə? Səbəb nədir? Müsait rəhbəri kimi və ictimai fəal kimi ölkə başçısına müraciət edirəm. Tədbiri gör, cənab prezident. Bu qədər özbaşınalıq vəzifəsindən sui-istifadə eləmək, buna heç kim barışmaq olmaz. Vəzifəm var, gel xalqa xidmət elə. Özə xidmət eləmək, Azərbaycan qanunlarını pozmaq olmaz. Sən 8 dənə ağacı kəsdin, yerinə də əkmədin, varatanı da dünəndən açmışsınız. Hazır varata sərdən düzəlib çoxdandan. Bir dənə qabağa da söktülər, dünəndən burada şikaturu ilə düzəltdilər. Bax, budur. Bax, indi buna cavab versin. Buna kim icazə verib? Xahiş edirəm, ölkə başçısı göstərişi ver, yoxlansın, tədbiri gör. Bax, gördüm, narahat oldum. Demək, bizim danışmağımız boş-boş, zəfəngiyyat, hamısı boş şeymiş. Hamısının qanunları öz əllərindədir. Vəzifəsi var, vəzifədən istifadə edir. Titulu var, zəng eləyir, rəhbərlik, işin düzəldir, qutarır gedir. İndi tədbiri gedir. Buradan bura düz neçə 100 metrə yerdir, buna bax. Bir minli bunların obyektlərinə olan yerdə ağaclar xarab olub, meşə idarəsindən kağız alıblar. Nə kağız, nə oldu həmən yerində? Kəsilsən yerində ağac ək. Sənin varaton var o başda, niyə buradan asmalısan? Bax, budur cənab prezident. Haray səsimizi qaldırırıq, eşidin də səsimizi. Və vəzifəsi var, titulu var, icra mavrid, onda bu nə deyir eləməlidir? Nə deməkdir, bu hara yazmaq olar? Yoxlayın da bu kini. Yoxlayın bu tədbir görün də. Onda elə hamı nə istəyir o eləsi.